Hamıya salam. Məlumat və analitik xidmət sizinlə əlaqə saxlayır Güruh Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Lazım gələrsə fasilə verə bilərsiniz. Sizi tədqiq olunan şirkətin bütün parametrlərinə daha ətraflı baxmağa dəvət edirik. İndi biz şirkətin əsas fundamental göstəricilərini təhlil edəcəyik. Asington Trust Bancorp, Inc. Ticker, ASH. Bu baxış 21 mart 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Güruh Markets şirkət Asington Trust Bancorp, Inc. alt kateqoriyaya aiddir. Bank Classic müqayisədə 248 təşkilat iştirak edir. Bu çox təmsil edicidir. Bu videonun nəticələrinə əsasən sifarişlər cədvəlinə baxacağıq. Şirkət üçün nəticə belədir. 10 baldan -7. Alt kateqoriya üzrə orta qiymət 1,3 bal. Geniş baxsanız, bütövlükdə ABŞ fond bazarında. Qeyd edə bilərik ki, bütün ABŞ fond bazarı üçün orta xal 1,9 baldır. Üçün -7 xal qarşılığında Asington Trust Bancorp. Şirkətin səhm qiymətinin dinamikasının müqayisəsi Asington Trust Bancorp və alt kateqoriyalı şirkətlər. Son 12 ayda şirkətin səhmlərini görə bilərik. Asington Trust Bancorp %28,6 dəyişiklik göstərdi. 22,6% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Bu açıq-aydın heç nəyə işarə etmir, lakin bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması Asington Trust Bancorp $0,61 milyard dəyərində qiymətləndirilib və alt kateqoriyanın kapitallaşması $1,211 milyard. Asington Trust Bancorp, Inc. 0,5% paya malikdir. Bu, alt kateqoriyadakı çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması $0,5 milyard. 999 milyard dollarlıq alt kateqoriyanın kitab kapitallaşması ilə Asington Trust Bancorp, Inc. 0,5% pay təşkil edir. Fond birjasının səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Asington Trust Bancorp, Inc. alt kateqoriyada bazar dəyərinin qiymətləndirilməsi halında %0,5-dir. Balans dəyəri 0,5% təşkil edir. Bu, bazar dəyərinin payından 0% çoxdur. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi, PIS, -1 bal. Təşkilatın maliyyə öhdəlikləri $1,174 milyard təşkil edir. Kapitallaşmaya olan borc kapitalın 234,8%-ni təşkil edir. Şirkətin maliyyə öhdəliklərinin qiymətləndirilməsi, çox pis, -2 bal. Şirkətin bazar qiymətinin mənfəətinə balansı sıfırdır. 13-2 alt kateqoriyasında orta göstərici ilə bu alt kateqoriyadan əhəmiyyətli dərəcədə pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə səhm qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi, çox pis, -2 bal. Son 12 ayda mənfəət -$28 milyon olub. Gələcək 12 ay üçün proqnozlaşdırılan qazanc məlum deyil. Bu, şirkətin perspektivləri üçün son dərəcə pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin qiymətləndirilməsi. Yaxşı, 1 xal. Şirkətin dəyərinin gəlirə nisbəti 1,9-dur. 1,5 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 27% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fond bazarı dəyərinin gəlir göstəricisine qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Son 12 ayda gəlir $310 milyon olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Və bu, şirkətin qiyməti üçün çox pisdir.
Alt kateqoriyadakı göstəricilərlə müqayisədə təxmin edilən gələcək satış göstəricisinin qiymətləndirilməsi. PIS -1 xal. Satış marjası -9%, alt kateqoriyada isə orta hesabla 11,6%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 20,6% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi, dözümlü -0,5 bal. Alt kateqoriyalar üzrə işçilərin sayına görə şirkətin payı 0,47% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 6% azdır. Və bu, təşkilatın mübadilə dəyəri arasındakı uyğunsuzluğu göstərir. Asington Trust Bancorp Inc. daha çox yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği $984.000-dır. Alt kateqoriyada isə $924.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın fəaliyyəti arasındakı fərq 6,5% təşkil edir. Alt kateqoriya şirkətlərinin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının qiymətləndirilməsi. Dözümlü 0 xal. Fərdi işçiyə düşən mənfəət $-45,300-dır. Alt kateqoriyada orta göstərici ilə $69,900 və alt kateqoriya orta göstəricisi ilə şirkətin performansı arasındakı fərq 35%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi. Dözümlü -0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri $505.000-dır. Alt kateqoriyada $601.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 19%-dir. Alt kateqoriya şirkətlərinin göstəriciləri ilə müqayisədə şirkət işçisinə düşən gəlirin qiymətləndirilməsi. Dözümlü -0,5 bal. Qısa müddətli səhmlər %2,4, alt kateqoriya üzrə ortalama %1,9 ilə müqayisədə. Bu mümkün qısa sıxılma riskinin göstəricisidir. Texniki göstərici RASO 14 şirkət üçün %53 səviyyəsini göstərir. Asington Trust Bancorp Inc. Alt kateqoriyada isə RSI səviyyəsi 14, təxminən 52% təşkil edir. Texniki baxımdan alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə təxminən eyni kotirovkaya malikdir. Asington Trust Bancorp Inc. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $31,500-dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $35,66-dır. Faktiki qiymətin dinamikası və konsensus proqnozu təxminən 13%-dir. Sifarişlər cədvəlinə baxaq, mövcuddur. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində məlumat və arayış sistemi tərəfindən bu mövsüm əvvəllər qəbul edilmiş tamamilə bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin qiymətli kağızlarının qiymətləndirilməsi nəticəsində Asington Trust Bancorp. Səhmlərin qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Səhm üçün $31,54-dan satışa çıxarmaq əmri verdi. Sövdələşmə şirkətin nisbətən aşağı qiymətə malik olması səbəbindən açılıb. Şirkət qiymətləndirmə modeli Akimin indeksi ilə qiymətləndirilib. Mənfəət götürmək 28-15 səviyyəsində müəyyən edilmişdir. Stop loss 34,93 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra 20 aprel 2025-ci il tarixində sessiyanın sonunda sifariş avtomatik olaraq bağlanır və ya göstərilən tarixdən əvvəlki son iş günündə. Ticker PCB əsas alış əməliyyatına çevriləcək. Əsas sifarişlə bağlı video artıq bu kanalda yayımlanıb.
Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. Başqa bir sifariş cari səviyyədə bağlanıb. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara təşəkkür edirik Güruh Markets. Siz həqiqətən dünyanın ən gözəl tamaşaçısınız.